İmtahan nəticələri yaxın zamanda açıqlandı. Çəkdiyimiz əziyyətlərin nəticəsi sonunda gəldi. Gündəlik 4 saat dərs oxuyan biri üçün bu nəticə yaxşı gəlməlidir, elə deyil? Deyilmiş. Bu dünyaya gözümü açdığımdan bəri ailəmdən, qohumlarımdan, sosial şəbəkələrdən eşitdiyim tək bir ortaq söz var. Əgər çox çalışsan, bunun qarşılığını bir şəkildə alacaqsan. Baxdığımız zaman bu cümlədə böyük bir absurdluq yoxdur. Bir işə nə qədər vaxtını versən, o işi daha yaxşı etmək üçün bir o qədər şansın olar. Mən 9-cu sinifdə dərslərimə o qədər də çalışmırdım. Ürəyimdə başqa xəyallar, zövqlə dolub daşan arzular var idi. Buna baxmayaraq 9-cu sinifdən 157 bal yığmağı bacarmışdım. Bu balı yığdıqdan sonra həyatımın böyük dəyişikliklərindən biri oldu. Ətrafımdakı bir çox insan məndən çox bal yığmışdı və bu mənim heç də xoşuma getmirdi. O gündən sonra isə özümə hədəf qoydum. Yay tətillərində daxil olmaqla həftədə 5 gün ara vermədən 4 saat dərs oxudum. İmtahana o qədər əminliklə gəlmişdim ki, bu əminliyimin səbəbi də var idi. 2021-ci ildən başlayaraq 2025-ci ilə qədər olan bütün buraxılış imtahanlarını işləmiş, bunlarla yetinməyib daha yüzlərlə sınaq işləmişdim. Tamamilə dərsə fokus idim. İmtahan başladı və imtahan vaxtı olan bitəni bu videoda danışmışdım. Sualların çətin olmaqdan ziyadə bir xeyli vaxt aparması, riyaziyyat və ingilis dilindən 20 suala baxa bilməməm nəticəsində bu imtahan mənim üçün böyük bir hüsran oldu. Sonrasında gələn boşluq hissi isə həyatımın ən pis təcrübələrindən biri idi. Əziyyət çəkən insan o əziyyətin qarşılığını ala bilmədiyi vaxt bu dünyadan nifrət etməyə başlayır. Gecələri yata bilmirdim. İmtahanı o qədər pis yazmışdım ki, toplam balın yarısını belə yığacağımdan əmin değildim. Özümü hər kəsdən uzaqlaşdırdım. Tamamilə özümə qapandım və öz düşüncələrimə baxdım. Bu hüsrandan qurtulmama kömək edən o işığı sonunda tapdım. Mən öz xəyallarımı kənara buraxıb başqa bir xəyaldan yapışmışdım. Ego həqiqətən içimizdəki ən təhlükəli duyğulardan biridir. Bizə bir çox yararı olsa da, düzgün yönləndirilmədiyi vaxt xəbərimiz belə olmadan həyatımızı məhv edə bilər. Bu gün dönüb baxdığım zaman mən həmin gün egoistlikdən partlayırdım. Az yığmaq egoma o qədər təsir etmişdi ki, nifrət etdiyim dərslərə sıxı-sıxı yapışıb öz hədəflərimi və zövqlərimi bir kənara qoymuşdum. Siz istəmədiyiniz bir şeyə çox vaxt xərcləyərkən xoşbəxt ola biləcəyinizi düşünürdünüzmü? Dərslərimə tam fokuslandığım ərəfələrdə məşğələlərim və məktəbim əla gedirdi. Amma üzümdə hər zaman bir bezmişlik, qəmginlik var idi. Dərslərimi bitirdikdən sonra tək etdiyim yerimə keçib saatlarca boş-boş divara baxmaq olurdu. Bir parçam yox idi, amma bu parçanın harada olduğunu mən bilmirdim. Boşluq hissi, həyatda niyə yaşadığını bilməmək. Bu cavan yaşımda bu duyğuların necə əziyyət çəkdirdiyini məndən yaxşı heç kim bilə bilməz. Bu ağrı o qədər şiddətlidir ki, sözün əsl mənasında heç bir şey etmək istəmirsən. Telefona belə baxmırsan, sadəcə qaranlıq otaq və boş divar. Bu ağrıdan qurtulmanın yeganə yolunu tapmam aylarımı aldı, amma bunu sənə 2 dəqiqədə başa salacağam. Tək etməli olduğun özünə qayıtmaqdır. Telefonu, televizoru, hər nə məşğuliyyətin varsa onu al və otağına keçib sadəcə divara baxmaq yerinə öz içinə bax. Bədənin, ruhun sənə nə deyir? Sən kimsən? Dərslərə görə məyussan, yoxsa sadəcə egon zədələnib? Nə istəyirsən? Kim olmaq istəyirsən? Bunları tap. Onu deyim ki, bu sualları 1 saatda tapmaq istəsən, ən başından uduzacaqsan. Səbirli ol. Sənin məqsədin sadəcə özünü tanımaqdır. Nəticəyə baxdığımız zaman yaxın zamanda ballar açıqlandı və 130 bal toplamışam. Və yenə ətrafımdakı bir çox insan məndən çox bal toplayıb. Amma bu mənim vecimə belə deyil. Hədəflərimi bilirəm. Gedəcəyim yoldan əminəm. Bəlkə də bu yol vasitəsilə ac qalacam, səfalət çəkəcəm, amma yaşlandığım zaman, geriyə dönüb baxdığım zaman ürəyimdə heç bir peşmançılıq olmayacaq. Mən kim olduğumu bilirəm. Nə üçün yaradıldığımı bilirəm. Bu ölkədə doğulmaq mənim əleyhimə olsa da, bunu dəyişdirmənin heç bir imkanı yoxdur. Ona görə alnıma yazılmış taleyi qəbul edib yolumda sonuna qədər davam edəcəm. Sənə bundan sonra nə edəcəyini mən deyə bilmərəm. Bunu özün tapmalısan. Yollar fərqli olsa da, sənin aid olduğun tək bir yol var. Bu yolu taparkən sənə verə biləcəyim tək məsləhət: yolunu başqalarının əllərinə buraxma. Yolunu özün inşa et.